الحمد لله الذي خلق السماوات والأرض وجعل الظلمات والنور ثم الذين كفروا بربهم يعدلون هو الذي خلقكم من طين ثم قضى أجلا وأجل مسمى عنده ثم أنتم تمترون وهو الله في السماوات وفي الأرض يعلم سركم وجهركم ويعلم ما تكسبون أحمد ربي وأشكره على نعمه كثيرة التي لا تعد ولا تحصى ثم أصلي وأسلم على عبده ورسوله مصطفى وعلى آله وصحبه ومن والاه رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم لا سهل إلا ما جعلته سهلا وأنت تجعل الحزن إذا شئت سهلا أسألك يا رب العرش العظيم أن ترزق لي إخلاصا في قول وفعل وعمل وبك أستعين أما بعد. Bu bir çağrıştır. Bu bir dəvəttir. Qardaşma dəvət, qardaşma çağırış. Bil ki, yerləri və göyləri yaratan var. Bu kainat özü-özünə, boş-boşuna, əbəs yerə yaratılmamışdır. Nə əbəs yerə yaratılmamışdır, nə də ki, eyni zamanda deyə bilməzsən ki, onun yaratıcısı yoxdur. Əm xuliqu min qeyri şeyin əm humul xaliqun. Yoxsa onlar özü-özünə yaratılıb, yoxsa onlardır yaratan. Fikir ver ayətə. Ya onlardır yaratan, ya da ki, onlar yaratılıblar. İki şeydən biri. Ona görə şübhə əhlindən, yəni heç nəyə etiqad etməyən, inanmayan, inancız bir insandan belə şeylər tez-tez eşidərsən. Məni atam, anam yaratıb. Sual, ata-ananı kim yaratıb? Onu da onun atası və anası yaratıb deyə silsilə ilə bilmirsən, ucu-bucağa hara gedir, çıxır. Xaliq yaratan özüdür. Sübut gətir, dəlil gətir ki, yaratan xaliqdir. Ata-ana yaratmayıb. أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ. Danışan olan Allah buyurur. Axıtdığınız məniyə bir fikir verdinizmi? O sudan yaratan siz yoxsa bizik? Allah subhanahu ve teala o axıdılan sudan yaratan odur. Sümüklərə ət geyindirən, ona ruh verən və ət parçasını döyünməyə əmr edən, ona ki ürək deyilir. Odur. Allahdır yaratan. Ata-ana bu işdə heç bir xüsusə malik deyil. Yaxşı, şübhə əhlinin başqa şübhələri var. Onlar etiqad edirlər ki, bu kainat özü-özünə yaratılıb. Onu yaratan yoxdur. Biz dedik ki, bu qayda batildir. İki şey var. İki şey var. Ya yaratan, ya da ki yaratılan. Əgər kainat yaratan deyilsə, o zaman yaratılandır. Doğrudan da kainat yaratan deyil, yaratılandır. Onu yaratan kimdir? Şübhəsiz ki, onu yaratan, böyük güc və qüdrət sahibi, hər şey qadir olan, misli, oxşarı, bərabəri olmayan, pak, bütün nöqsən sifətlərdən münezzeh olan bir ilah olmalıdır. O ilah da öz haqqında xəbər verməlidir. Onun xəbəri də təbii ki, bildiyiniz şəkildə olub. Şübhə əhli deyir ki, biz orta məktəblərdə, dərsliklərdə belə şeylər keçdik. Kainat, yerlər və göylər və hər şey sudan yaratıldı. Sonra nə keçdiniz? Dedilər ki, bizə başqa şeylər də öyrətdilər. Materiya deyilən bir elm maddə var ki, orada bizə aşkar oldu ki, kainat, yerlər və göylər bir materiya, bir daş parçası idi. Sonra böyük bir partlayış baş verdi və bu partlayışdan yaranma prosesi başladı. Sual verim sizə. Heç görmüsünüzmü ki, partlayışdan yaranma prosesi olsun? Xeyr, təbii ki, görə bilməzsiniz. Çünki partlayışdan həlak, fəlakət, tələf olmaq baş verir. Yaranma prosesi olmur. Demək ki, bu
bizim insanların normal qəbul etdiyimiz qaydalara zid bir şeydir. Nətər olur ki, partlayış baş verdi və partlayışdan yaranma baş verdi. Təsəvvürin bu saat ki, bir dənə qumbara partlasın. O partlayan qumbara zamanı yaranma mı prosesi baş verir, yoxsa tələf olma? Yaxşı, partladı, qutardı. Partlayıb qutarandan sonra o ətrafı da tələf edir və orada diri olanlar da məhv olur. İstər bitkilər, istər hüceyrələr, istər məxluqatlar və s. Bu sizin şübhənizə atdığım ikinci bir şübhə. Yaxşı. Deyirlər ki, biz 50 ildir ixtira etdik, kəşf etdik və dərk etdik ki, yerlər və göylər, kainat bir daş parçası idi. Bu daş parçası öz-özünə açıq bir kövündə, açıq bir səmada, prostransiya deyirlər buna, hərəkət edirdi. Sonra ondan partlama baş verdi. Partlama zamanı sonra sular yağmağa başladı. Sonra qazlar meydana gəldi və yaranma prosesi getdi. Bu, materializm elminin təqdim elədiyi yaranma prosesidir. Sizin sualınıza mən bir dənə də sual verirəm. Həmin o materiya təsəvvür eləyək ki, var idi. Yəni, yerlər və göylər, kainat mükəmməl bir şəkildə, hesablanmış bir şəkildə o daş parçasının içində idi. O daş parçasını bəs yaratan kimdir? Bu sualıma cavab verin. Siz demirsiniz ki, hər şey hesablanmış bir şəkildə o daş parçasının içində idi. Sonra partlama baş verdi və partlamadan yaranma baş verdi. O daş parçasını yaratan kimdir? Onu kainatda gəzdirən kimdir? Onu partladan kimdir? Bu üç dənə sual cavab verin. O daş parçası var idi, həmişə var idi. Şübhəsiz ki, bir zaman o yox idi. Onu yoxdan var edən kimdir və onu kainatda gəzdirən kimdir? Onun içində bütün kainatda, yerdə və göydə olan məxluqatı dəqiq hesablayıb içinə qoyan kimdir? Onu partladan kimdir? Və partlama zamanı yaratan kimdir? Bu sualların qabağında şübhəsiz ki, siz acizsiz və aciz olaraq qalacaqsınız. Onu, əgər doğrudan da bu həqiqətdirsə, yaratan ancaq onun haqqında xəbər verə bilər. Elə isə 14 əsr bundan qabaq Məhəmməd Abdullah oğlu bir insana nazil olmuş bu müqəddəs ayətə dinləyin. Əvələm yarəl-ləzīnə kəfəru ənəs-səməvati vəl-arda kənətə ratqan fəfətəqnəhumə və cəalnə minəl-məi kullə şeyin əfələ yu'minun. Kafirlərə, iman etməyənlərə hələm də gəlib bu xəbər çatmadınmı? Onlar görmədlərmi ki, yerlər və göylər bir daş parçası idi. Sonra biz onu çartlatdıq və su endirərəkdən yerləri və göyləri onun içindən çıxartdıq və hər bir şeyi su ilə diriltdik, həyat verdik. Bu məlumat 14 əsr bundan qabaq səhrada yaşamış bir insana kim tərəfindən xəbər verilib? Bu sualıma cavab verin. Deyə bilərsiniz ki, bu Qur'an-ı Kərimdə ya möcüzədir, ya da təsadüfdür. Desəz möcüzədir, onda sizin yalnız iman etməyiniz qalır. Desəz təsadüfdür, o zaman bir balaca kitabda 3 təsadüf ola bilərmi? Necə 3 təsadüf? Çünki bu Qur'an-ı Kərimdə yeganə ayət deyil. Başqa ayətdə şübhəsiz ki, o, yəni Allah, yerləri və göyləri yoxdan yarattı. Bəs bu ayətin qabağında nə deyirsiniz? Dediniz ki, bu da təsadüfdür. Yaxşı, başqa ayətdə var. ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَاعِعِينَ. Yerləri və göyləri yarattı. Sonra göyün üzərinə yüksəldi. Və onlar tüstü halındaydılar. Əmr etdi yerlərə və göylərə. Rəbbinizin əmri ilə könüllü ya da könülsüz olaraq çıxın, yəni yaratılın, olun. Dedilər, biz könülsüz şəkildə yaratılacaq. Yəni Allah istədi və biz, yəni danışmayan, birbaşa təslim olan məxluqatlar sırasında olmağı razı olduq.
Görürsünüz, yağış, su, tüstü, qaz, yaranma prosesi və bunları idarə edən yenə danışır, yenə xəbər verir. Sonra İnnə aradnal əmanətə aləs-səmavati vəl-ardi vəl-cibali fəəbəynə yəhmilnəhə. Biz əmanəti, yəni mənim kəlamımı daşımaq üçün yerlərə, göylərə, sonra da dağlara ərz etdik. Hamısı etiraz elədi. Heç kim onu daşımağı boynuna almadı. İnsan oğlu onu daşımağı boynuna alaraqdan zalim oldu. Allah Taala'nın kəlamı. Deyirsiniz ki, Allah danışır. Bəli, Allah danışır. Elə isə o varlıq, ilah, ona layiq olan bir şəkildə danışmalı deyildimi deyə şübhə verə bilərsiniz. Bəs nədir bu, biz bu günləri görürük kitab halında, çernil halında, kağız halında? Bəli, sizin şübhənizə də cavab, Allah Taala həqiqətən ona layiq bir şəkildə danışır. Və həmin bu danışıq Allah Cəllə Cəlaluhun yanında böyük bir səs, böyük bir gürültü olur ki, göylər lərzəyə gəlir. Mələklər bu səsdən, bu danışıqdan qanadlarının içinə gizlənərlər. Sonra qanadların içindən bir-birinə boylanıb, Rəbbiniz nə əmr etdi deyə soruşarlar. Onlar, Rəbbimiz haqq əmr etdi. O, haqdır deyə bir-birlərinə deyərlər. Ona görə Allah Taala bu ağır kəlam yer üzünə gəlib çatanda, yerləri və göyün pərdələrini yandırmasın deyə, göyləri lərzəyə, yeri titrətməyə salmasın deyə, dağları, dənizləri qaynadıb parça etməsin deyə, onu mütlə insan dilinə çövrilməli idi. Və bunun üçün Allah Taala bir məxluq yaratır. O məxluqun adı İncildə Qavriyel, Tevratda Qibriyel, Quran-ı Kərimdə isə Cibril ya da ki Cəbrail adında bir mələk yaratır. Həmin o mələk Adəmdən tutmuş Həzrəti Muhammed sallallahu aleyhi və səlləmə kimi bütün peyğəmbərlərin Allah ilə olan danışığının tərcüməkçisidir. O Allahın kəlamını, ey Musa, şübhəsiz ki sən Allahın peyğəmbərsin deyə, misal üçün ona, ey İsa, sən Allahın kəliməsisən, Allahın ruhusan, Allah sənə əmr etdi, Allahın elçisən deyə, ey Məhəmməd, şübhəsiz ki sən Allahın ən sevimli qulusan deyə, and olsun duhaya, Rəbbin səni nə tərk etdi, nə də səni unutdu deyə nazil etdi. Deməli, biz iman etməliyik ki, Allah özü haqqında xəbər vermişdir. Və bu xəbər mələklər vasitəsilə olur. Və bu mələklər seçilmiş peyğəmbərlərə kitab halında əmr olmuş nuzul ilə, nazil ilə gəlirlər. Yaxşı, imanın 6 şərtləri yavaş-yavaş yığılır. O iman ki, 6 rukun, İslam 6 rukuna ibarətdir. O rukunlardan birini belə inkar eləmək qəti icazə verilmir. Bunlara inanc etmək vacibdir. Allaha iman etdi ki, Allah yerləri və göyləri yaratandır. Və Allah danışır. Yaxşı, seçilən bu peyğəmbərlər kimdir? Allah Taala yerləri və göyləri yaratmamışdan qabaq insanların qəlblərini gördü, öz əzəli və əbədi elmi ilə. Və o qəlblər arasında saf və pak olan peyğəmbərlərin qəlbini seçdi. Sonra da insanları yaratandan sonra onları yer üzərinə buraxandan sonra onların içərisindən həmin könlü qədərində seçdiyi peyğəmbərləri bəyan etdi. Ey İbrahim, sən Allahın xəlil dostusan. Biz səni şiddətli bir imtihanla imtihan etdik və sən bu imtihandan gözəl keçdin. Ey Musa, sən Allahın peyğəmbərisən. Ey Şüeyb, sən Allahın peyğəmbərisən deyə Allah Taala sonra onların peyğəmbər olmasını Cəbrail vasitəsilə bəyan edir. Allah Taala çox böyükdür. Musa aleyhissalatu vesselam Tur dağına çıxanda Bəni İsrailin ondan bir rəcası var idi. Ey Musa, bəsdir. Rəbbini bizə göstər ki, yəqin olaq, iman edək.
Musa aleyhissalam, Rəbbim, qövmüm səni görmək istəyir ki, inansın və iman etsin, deyə ərz etdi. Allah-u Teala Tövratda bizə belə xəbər verir. Ey Musa, qövmümə de ki, onlar məni görə bilməzlər. Çünki məni görən həlak olar. Quran-ı Kerimdə də Allah Teala Lən tərani vələkin inzur iləl cəbəli fəin istəqarra məkənəhu fəsəvfə tərani. Ey Musa, sən məni görə bilməzsən. Yalnız o dağa bax. Əgər o dağ yerində tab gətirsə, o zaman. Sonra Allah Cəllə Cəlaluhu həmin dağa iynənin ucu boyda kiçik bir kölgəsini göstərir. Və o dağ tələf olur, puç olur. Üzərində Bəni İsraildən seçilmiş 70 kişi ilə bərabər ora sıfırlaşdırılır, puç olur, həlak olur. Sonra Allah Teala Musa və onun qövmünə başqa bir böyük möcüzə göstərir. Həmin dağı olduğu kimi yerinə qaytarır və üzərindəki həmin 70 kişi paltarının tozunu çırpır və bu möcüzəni aşkar şəkildə Allah Teala onlara göstərmişdi. Deməli, biz iman etməliyik ki, Allah peyğəmbərləri seçib və mələklər vasitəsilə onlarla danışmışdı. Yaxşı, bu başqa şəkildə də olur, bəli. Hərdən Allah istədiyi peyğəmbəri ilə heç bir vasitəsiz danışa bilir. Musanın Tur dağındakı danışıq kimi Həzrəti Muhammed sallallahu aleyhi ve sellemin Meyracda İsra hadisəsindəki danışığı kimi. Sonra biz iman etməliyik, Əməntu billahi və mələikətihi və kutubihi və rusulihi vəl yevmil əxir vəl bə'thəl bə'dəl məvti və şərr vəl xeyr minəllahi teala. İman etməliyik ki, bütün xeyr və şər Allahdandır. Nə baş verirsə, Allah Taala'nın indindəndir. Münafiqlər Həzrət Muhammed sallallahu aleyhi ve sellemə bir xeyr baş verəndə Allahdan olmasını, bir pis, bir müsibət baş verəndə isə Məhəmmədin özündən olmasını deyərdilər. Sallallahu aleyhi və səlləm ona nazil olan bu ayət ilə onların səhv yolda olmasını bəyan etdi. Allah Teala Qul kullun min indillah, de ki, hamısı, xeyir də, şər də, hamısı Allahdandır. فَمَا لِهَاُولَٰئِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ hədifə. Nəyə görə o qövm heç bunu başa düşmək istəmir? مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِ. Sənin başına, sənin üçün bir xeyir gəlirsə, o Allahdandır. وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ. Əgər sənin başına bir pis iş gəlirsə, şübhəsiz ki, günahlarına görə bu olur. Həmin o şər bizə görə şərdir. Şər isə Allaha nisbət olunmur. Çünki Allah qatında şər yoxdur. Allah şər ilə vəsf olunmur. Həmin o bizə görsənən şər Allahdan göndərilmiş sadəcə olaraq bir sınaq, bir imtihan, bir fitnədir. Və o bizim üçün şər kimi görsənir. İblis özü də Allah tərəfindən yaratılmış bir məxluqdur. Və o da Allahın məxluqudur. Yerləri və göyləri yaratanda Allah Teala onu və onun köməkçilərini özünə yardımcı götürmədi. Elə isə siz onu özünüzə yardımcı götürürsünüz. Nə pis bir dostdur onu yardımcı götürənlər. Etiqad eləməlisən ki, sənin başına hər hansı bir fitnə, müsibət, imtihan gələrsə, Allahdan gəlir. Qayçını gecə vaxtı açma, başına müsibət gələr. Bu söz batildir. Evi gecə süpürmə, evin bərəkəti gedər. Bu batildir. Qara pişik yoldan keçdi, yolumuzu dəyişək. Bu batildir. Bütün xeyr və şər yalnız Allahın təqdiri ilə olur. Allah Teala'dan başqa bu işlərə kimsə baxmır. Bu Allaha məxsus olan bir şeydir. Və mömin insan öz əqidəsini saf saxlamalıdır. Yaxşı, şübhə düşür. İnsanoğlu deyir ki, bunların hamısını qəbul elədim. Bir dənə şey mənə çatmır. Onu heç cürə qəbul edə bilmirəm deyir.
Nədir o dərdin sənin? Deyir ki, axirət deyirsiniz. O nə olan şeydir? Kimsə gedib onu gördü mü? Ora gedən varmı? Oradan xəbər getirən varmı? Cavab, bəli, oradan xəbər getirən var. Onu sonra yaratacaq və bizə təqdim edəcək və bizi hesaba çəkən olan Allah o gəlməmişdən qabaq onun haqqında bizə xəbər vermişdir. وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٌ Sənə daha doğru xəbəri bundan sonra kim verəcək ey Muhammed? Deyə Allah Teala Quran-ı Kərimdə buyurur. Elə adı da özü kimidir? Yevmil axir, ən axırıncı gün. Axırıncı gün, axıra qalan gün. O gün ki, ən axırdadır. Axirət də o sözdən götürülmüşdür. Yəni, o axırda olacaq. Yəni, yerlər və göylər, kainat və onun içində olanlar ha vaxt yaratılıb və bir zaman axırı onların çatacaq. Hər şey yaratılan kimi puş olacaq. O da Allah Taala'nın əmri ilə Allaha təslim olacaq və axirət günü gələcək. İnsan deyir ki, bunu da qəbul elədim. Mənə şübhəli qaranlıq olan bir şeylər var. Siz qəbir dünyası deyirsiniz, barzaq dünyası deyirsiniz, cənnət, cəhənnəm deyirsiniz. O haqda nə deyirsən? Ora gedən oldu mu? Neçə dəfə qəbiri açmışıq, qəbir açılıb gözün qabanda. Nə cənnət gördüyü orada, nə cəhənnəm deyə şübhə deyir. Cavab, şübhəsiz ki, sən açılan qəbirlərin heç birində nə cənnəti, nə cəhənnəmi görə bilməzsən. Bunlar elə adı kimi barzaq dünyasıdır. Qeybi, gizli, pərdəli bir dünyadır. Bizimlə o dünya arasında olan bir pərdədir. Sual, məyər belə bir şey ola bilər ki, o var və biz onu görmürük, mən bunu qəbul edə bilmərəm. Sənin şübhənə cavab, belə şey çoxdur. O qədər sənin ətrafında yaşadığın şeylər var ki, onlar var və sən bunları ispat edirsən, yəqinliklə inanırsan və onların heç birini görmürsən. Nədir o misal? Misal sənin ağlın. Sən məyər öz ağlının olmamağını deyirsən, yoxsa olmağını deyirsən? Bəli, elə isə beynini aç və beynin içində ağıl deyilən bir şey göstər. Ya da qəlbini aç, ürəyin içində olan o sevgini, eşki, ağıl olan deyilən bir şey göstər. Göstərə bilmərəm. Niyə görə? Çünki gözlə görülmür, bəli, barzaq da elə. Gözlə görülmür və o bizlərlə onlar arasında bir səddir. Başqa misal gətir. Bu misal mənə kifayət eləmədi. O qədər misal var. Televizor ekranının qabağına gəlib, pultu əlinə alıb, ekranları çövürürsən. O veriliş sənə hansı yolla gəlir? Dalğalar yolla. O dalğaların hansı birini sən görürsən? Heç birini. Ancaq nəticədə o var. O dünya televizor ekranında sənin qabağında canlanır. Halbuki o şüaları və dalğaları sən görmürsən. Yox, mənə bu kifayət eləmir. Başqa misal gətir. Daha nə çox misallar var. Əsən küləklərdən tutmuş, oksigendən, hidrogendən, karbondan tutmuş, daha nələr. Yaxşı, axı mən qəbul elə bilmərəm deyir ki insan orada məhz cənnəti və cəhənnəmi görür. Bunu hardan çıxartdınız? Niyə görə bu iki şeydən birini görməlidir? Çünki Allah dirildən, öldürən, sonra təzdən dirildəndir və o, bu şeylərin sahibi olduğu kimi, onun haqqında bizə xəbər verir. Xəbər verir ki, barzaqda belə bir şey var. Yox, mənə yenə də qaranlıq qaldı deyə bilərsiniz. Bu nətər ola bilər? Ona bir misal var, bəli. وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِالْلَيْلِ وَالنَّهَارِ Həqiqətən onun əlamətlərindən də sizin gecə və gündüz yuxularınızdır. Yuxunun bundan əlaqəsi var deyirsən. Yuxunun əlaqəsi, misal gətirim, 2 nəfəri yatan görürsən və ikisi də tərpənməz halda çarpayın üzərində yatır. Xorulduyurlar gecənin vaxtında. Sonra onlardan birini şiddətli bir qorxu ilə qışqıraraqdan soyuq tər içində oyanmasını görürsən. Digərini isə heç bu səsdən təsirlənməyən yerində rahatca uyumuş şəkildə görürsən. Həmin oyanmış insandan sən yuxuda nə gördün deyə soruşanda, yuxuda qorxunc şeylər gördüm. Nə gördün? Atəş gördüm, balta ilə üzərimə qaçan insan gördüm, qorxunc sifətlər gördüm. Deyə yuxuda o nələrsə gördü. İkinci insanı sonra aydaq
yuxudan qalxmaq istəmir. Əl çəkin məndən deyir. Sonra oyanandan sonra sən yuxuda nə gördün? Deyir, yuxuda elə şeylər gördüm ki, heç oyanmaq istəmirdim. Nələr gördün? Gördüm ki, kənddəyəm, yaz ayıdır, yaşıl yamaclığın üzərindəki yaşıl ağacın altında nənəmlə babamla çay dəstgahının üzərindəyəm. Yaxşı, indi sən bunların ikisini də yatan halda gördün tərpənməz ikən, bunların ikisinin də yalançı olmamasını ya ispat edəcəksən, ya da onların həqiqətən nələrsə yaşadığını, hiss etdiyini, gördüyünü deyəcəksən. Elə isə ikincisi, demək, biz onları çarpayın üzərində tərpənməz halda görürük və eyni zamanda inanırıq ki, onlara nəsə göstərildi. Beləcə bu yuxu, bərzağın, ölümün kiçik modelidir. Allah Teala qəbirdə insanı çürüdür, ətli sümüyünü torpağa qaçışdırır və eyni zamanda onun diri olan ruhuna nələrsə göstərir. Göstərilən şey ya cənnət bağçalarından bir bağça, ya da cəhənnəm çuxurundan bir çuxurdur. İyadın billahi min zəlik. Allaha bundan pənah aparır. Yaxşı, burada kim bəsdir? Bəs qiyamətdəki axirətdən mənə danış, cənnətdən, cəhənnəmdən danış. Kim onu gördü? Kim getdi? Kim baxdı? Kim gəldi? Bu haqda mənə xəbər ver. O, qiyamət saatında olacaq. Qiyamət saatı nədir? Qiyamət saatı kainatın Allaha təhvil verilən bir vaxtı. Allah yerləri və göyləri həmin an ona təhvil olunmasını əmr edəcək. Bu haqda Allah Teala Qur'an-ı Kərimdə İnfitar, İnşiqaq, Ən-Nəbə və bir çox surələrdə xəbər verib. Günlərin bir günü Peyğəmbər sallallahu aleyhi və səlləmə sahabən birisi, ey Allahın Peyğəmbəri, saçında, saqqalında ağ dənələr görürəm. Səni qocaldan nədir? Qal, şəyyəbətni Hudun və əxavatuhə. Aleyhissalatu vesselam buyurdu ki, məni Hud surəsi və onun mislində olan başqa surələr qocaltdı. Həmin Hud surəsində və başqa surələrdə qiyamətin necə baş verdiyi olduğu kimi vəsf edilmişdir. İləs-səməun şəqqat. Göy parça olduğu zaman, həmçinin Allah Teala günəşin dağılıb ətrafa əmmamə kimi sarılıb səpələndiyini vəsf edir. Həmçinin ulduzların yağış kimi yağmasını vəsf edir. Göy təbəqələrinin qızıl gül yarpağı kimi töküldüyünü vəsf edir. Allah Teala o günü yaratmamışdan qabaq onu əzəli elmində gördü və onun haqqında öz kitabında xəbər verir. Yaxşı, cənnət və cəhənnəm nədir? يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَاوَاتُ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ. O gün göylər başqa göylərlə, yerlər də başqa yerlərlə əvəz olacaq və Allahın yanında onlar hazır duracaqlar. Demək ki, Allah Teala o gün bütün kainatı məhv edəcək. Sonra bütün məxluqatı öldürəcək və bunun üçün görəvli mələyə əmr edəcək. O mələyin adı Mələkul Məud, ölü mələyidir. İsrail rəvayətlərinə görə o, Əzrail kimi tanınmışdı. Həmin bu mələk bütün məxluqatın ruhunu Allaha tapşırandan sonra, ey Rabbim, mən və sən qaldın, başqa kimsə qalmadı deyəcək. Allah Teala, ey mələk, ölü mələyi, öz ruhunu təslim et, öz canını çıxart deyə onu əmr edəcək. Və həmin mələk öz ruhunu Allaha təslim edəcək. Və bunu etdiyi zaman bunun nə qədər acı, ağır olmasını ilk dəfə hiss elədim deyə xəbər verəcək. Sonra Allah-u Teala bütün kainatı sıfırlaşdırandan sonra, hər şey puç yox edəndən sonra, mülkün sahibi mütləq olan yeganə ilah belə buyuracaq. Limənil mulkul yevm. Mülk kimindir? Və onun sualına kimsə cavab verə bilməyəcək. Onun sualına cavab verən heç kəs tapılmayacaq. Və Allah Teala
bütün məxluqat, kainat, yaratılmış hər bir şey yaratanın mülkü olduğuna görə o suala özü cavab verəcək. Lillahil vahidil qahhar. Tək, qahir olan Allaha məxsusdur mülk. Kun fəyəkun qavluhul haqqa. Ol və ol deməklə yaratılacaq. Şübhəsiz ki, o haqqı deyir. Və Allah Teala göyləri başqa göylərlə, torpaqları başqa yerlərlə yaratacaq. Sonradakı o əzəmətli məşhər meydanını öz işığı ilə işıqlandıracaq. Və əşraqatil ardu bi nuri rabbihə və vudi'al kitab və ci'ə bin nəbiyyinə və şühədəi və qudriyə beynəhum bil haqqi və hum la yuzləmun. Sonra Allah Teala'nın işığı o sahəni, yeri işıqlandıracaq. Peyğəmbərlər gətiriləcək və bütün kitablar gətiriləcək və hər peyğəmbər öz qövmü ilə həşr olunacaq. Təsəvvür edin, əgər 124 min peyğəmbər varsa, hər peyğəmbərin dövründə neçə milyonlarla insan yaşamışdı. Adəmdən axırıncı övladına kimi hamısını gətirəcək. Onların heç birini yaddan çıxartmayacaq. Kəmə bədəəkum tə'udun fəriqən hədə və fəriqən haqqa aleyhimud dalalə. Necə sizi yaratmağa başlamışdıqsa, eləcə də gətirəcək. Sizin bir qisminiz hidayət üzərində, digər qisminiz isə cəlalət əhli kimi gələcək. Və o gün insanlara Allah Teala sağ və sol qismlərə böləcək. Və lə yunəbbi'ukə mislu xabir. Daha bundan sonra bu xəbərləri sənə Allahdan daha doğru kim çatdıra bilər? Və Allah Teala insanları həşr meydanına cəm edəcək. ثُمَّ لَتُسْأَلُنَّ يَوْمَ اِذٍ عَنِ النَّعِيمِ. Sonra siz sizə verilən bütün nemətlər barəsində sorğu-sual ediləcəksiniz. Misal gətirirlər. Bir nəfər kişi dünyada ikən iki tarlanın arasında olan bir cığır bir yol ilə keçirdi. Və birdən bir taxıl dənəsini yolun üzərində görür. Taxıl dənəsini götürüb sağına baxır, soluna baxır və iki bostanı görür. İki bostandan birinə atır ki, o taxıl orada yetişsin. Qiyamət günü sən nə ixtiyarla sağa, yox sola attın və yox sola yox sağa attın deyə o da soruşulacaq. Yəni, o soru-sual çox dəqiqdir. Heç bir şey Allahdan gizli deyir. وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا. Yerə enən elə bir yarpaq yoxdur ki, Allahın ondan xəbəri olmasın. يَا عَيْشَةُ مَنْ نُوقِشَ سُؤَالُهُ هَلَكْ. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, ey Ayşə, Allah kiminlə münaqişə edərsə soru-sual zamanı o həlak olar. Ona görə Allah Teala o gün möminlərə çox şey örtəcək, bağışlayacaq, keçəcək, savabların üzərinə savab artıracaq. Bu da Allah Teala'nın lütfü və fəzilətindəndir. Çünki onlar görmədiyi bir şeyə iman etdilər. Allaha. O gün kafirlərin əzabı çox şiddətli olacaq. Niyə görə? Çünki onlar artıqlaması ilə ruzulandılar. Yedilər, içdilər və küfür etdilər bunun malikinə. وَيَوْمَ يُعْرَضُ الَّذ۪ينَ كَفَرُوا عَلَى النَّارِ اَذْهَبْتُمْ طَيِّبَاتِكُمْ ف۪ي حَيَاتِكُمُ الدُّنْيَا. O gün kafirlər cəhənnəm atəşinə sürüklənəcəklər. Dünyada ikən sizə bütün naz neməti yağdırdıq və hamısı çıxıb getdi. Bugün alçaldılıcı bir əzabı dadın, çünki siz bundan qabaq fasik bir qövm olub Allahı və onun dediklərini inkar etdiniz. Bu, bir müsəlmanın boynunda iman etməsi vacib olan şeylər haqqında müxtəsər bir dərs idi. İman 6 rükundur. Əməntu billah, Allaha iman etdik. Və mələikətihi, mələklərinə iman etdik. Və kutubihi, kitablarına iman etdik. Və rusulihi, peyğəmbərlərinə iman etdik. Və qədərihil xeyrihi və şərrihi, xeyrin və şərin Allah təqdiri tərəfindən, Allah tərəfindən təqdir olmasının qədərinə iman etdik. Və bə'sə bə'dil məvd,
öləndən sonra dirilməyə, axirət gününə iman etdik. Hər bir müsəlman bunu bilməlidir və buna iman etməlidir. Bunlardan birini inkar edən, bunların hamısını inkar etmiş olur. Bu nətər olur? Bu necə olur? Bəli. Çünki axirət gününü inkar edən avtomatik bir şəkildə Allahu Teala'nı inkar eləmiş olur. Bu nətər baş verə bilər? Bəli. Bu bir zəncirvari, bir sapın üzərinə düzülmüş mirvariyə bənzəyir. Sapı ortadan qırsan, bütün mirvarilər yerə tökülər. Bu bir zəncirdir. Zənciri qırsan, artıq ondan bir şey qalmaz. Necə olur ki, ahirətə inkar eləyən Allahı inkar eləmiş sayılır? Axı, mən deyirəm ki, mən Allaha inan etmişəm. İman etmişəm, inanmışam, Allaha qurban olum. Ancaq ahirəti qəbul eləmirəm, deyir insan. Ahirəti qəbul eləmirsən, o zaman sən Allah Taala'nın mələklər vasitəsilə kitablar nazil edərəkdən peyğəmbərlərlə danışmamasını və yaxud da ki, peyğəmbərlərin yalan danışmağını, yaxud da ki, Allah Taala'nın bunu etməməsini demiş olursan. Fikir ver, bir dənə ahirəti iman etməklə 6 rükünün 6'sı da 6 üst oldu. Bir-birinə qarışdı. Sanki ahirəti inkar etməklə Allah Taala'nın qüdrətinə şək edirsən, onun dediyi kəlama şək edirsən, o kəlam ki, yalnız mələklər vasitəsilə peyğəmbərlərə nazil olmuşdur. Və bilməlisən ki, xeyr və şərdə məhz bu kitablarda xəbər vermişdi. Demək, 6 rükün 6'sı da bir araya gəlməlidir ki, iman kamil olsun, iman düzgün olsun. İnsan deyir ki, yox, mən bu 6'nın hamısını qəbul edirəm, xeyrin və şərrin Allahdan olmasına qədərə inanmıram. 6 rükundan birini inkar eləməklə 6'sını da inkar etmiş olursan. Niyə görə? Çünki Allah qədər sahibidir. Yazı ona məxsusdur. O, əzəli və əbədi elmə malikdir. Onun elmi hər şeyi içə almış, əhatə eləmişdir. Onun bilməyindən, eşitməyindən, görməyindən heç bir şey qaçmır. Gecə zülmət qaranlıqda, qara bir bataqlıqdakı, qara qayanın üzərindəki, qara qarışqanın, qara addımlarının izini belə görür, eşidir və onun duasına icabət edir. Xeyr şəri Allaha nisbət eləməməklə, Allahın qədərini inkar eləməklə, Allah Taala'nın qüdrətini inkar eləmiş və sanki bu şey haqda Allah Taala kitablarında mələklər vasitəsilə peyğəmbərlərinə bəyan eləməməsini ispat eləmiş olursan. Misal üçün, əgər sən inanırsan ki, qara pişik qabağından keçəndə sənə ziyan gəlir və yaxud da ki, gecə vaxtı evi süpürəndə evin bərəkəti gedir, ya da ki, qayışın ağzını açma, fitnə törənər, ya da ki, çəngəl yerə düşəndə evə qonaq gələr, əgər sən bunlara inanırsansa, o zaman Allaha nə qaldı? Axı, Allahdır hər şey təqdir eləyən. Ona əcəl, ömür, meydana gəlmək, meydandan dəf olmaq, getmək, təqdirini yazan Allahdır. Mənim başqa bir sualım var. Buyur. Allah Taala'nın danışığı, o da məxluqdurmu? O da yaratılıbmı? Xeyr. Allah Taala'nın danışığı məxluq deyil. Nətər məxluq deyil? Axı bu, qabağımızda olan kitab kağızdan, çinildən ibarətdir. Məyər Allahın kəlamı bu deyilmi? Bəli, sənin önündə olan Allahın kəlamıdır, Allahın kitabıdır. Kağız və çinil olaraqdan bunlar məxluqdur. Amma danışığın özü isə məxluq deyil, Allah Taala'nın kəlamıdır. Allah öz iradəsini, öz danışığını və yaxud da ki, Allaha məxsusda hər hansı bir keyfiyyəti yaratmır. O, Allahla bərabər vardır, əzəli və əbədidir. Beləliklə, Allah Taala'nın kəlamı məxluq deyil. Çatdı. Yaxşı, mənim başqa bir şübhəm var. Niyə müsəlmanlar geri qalıb? Əgər bu haqq dindirsə, onlar niyə geriyə tərəf gedir? Niyə hər şeydən geri qalırlar? Cavab, bəli, müsəlmanlar geriyə qalıb. İslam yox. İslam onları geriyə aparma, əmr etməyib. Müsəlmanların içərisinə şiyə, sünni kimi fitnə, fəsad, firqəçilik, xurafat, bidat, dində onlara çox da lazım olmayan hər hansı bir dəstəmazdakı xırda fikri məsələlər və başqa bir şeylər qaçışdırmaqla onları, müsəlmanları böyük xeyirlərdən uzaqlaşdırıblar.
Birinci müsəlmanlara baxanda isə tarix boyu onları zirvədə görərsən. Peyğəmbər sallallahu aleyhi ve sellemdən etibarən Əbu Bəkrin, Ömər, Osman, Ali və həmçinin o dövrdə olan Raşid xilafələrından sonraki xilafələr ən mükəmməl dövlət və ən mükəmməl elmə malik olanlar idi. Məxluqatlar arasında bir bəşər kimi. İspaniya tarixini oxu. Görərsən ki, bütün qərb, Avropa dünyası bütün elmlərin əsasını İslamdan götürüb və sonra da İspaniya məğlub oldu və oradakı olan yüzlərlə, minlərlə elmi kitablar İngiltərəyə və başqa ölkələrə daşınıb, xarici dillərə tərcümə olunub və dünya qanunları quruldu kitablardan. Həqiqətən elmlərin demək olar ki, hamısının əsli İslamdan gəlib. Sizə bir qəribə şey deyim. Çəngəl və qaşıq belə İslamdan gəlib. Və çox şey. Deməli, İslam geri aparmır. Mə farratna fil kitabı min şey. Biz bu Quranda heç bir şey tərk etmədik. Bu kitab qiyamətə kimi kifayət eləyən, bütün zamanlara və bütün məkanlara münasib olan bir qanun kitabıdır. Allahın pak, müqəddəs kəlamıdır. Gerilik isə müsəlmanların özündə baş vermişdir. İslam onları geriliyə aparmamışdır. Yaxşı, mən müsəlmanlardan hər hansı bir narazılıq görəndə nəyə sığınım, nəyə təsəlli tapım? Sən İslamı, onu ən gözəl şəkildə təbliğ edib yaşayan, əxlaqı Qur'an olan Peyğəmbər sallallahu aleyhi ve səlləmə dön. Təsəllini onun həyatını oxumaqla tap. Və bil ki, İslam məhz odur. Necə ki, Avropalı bir müsəlman, mən İslamı oxuduğum şeylərdən götürüb iman etdim, İslama girdim deyir. Əgər oxuduğum şeylərdən qabaq müsəlmanları görsəydim, heç bir zaman İslama gəlməzdim. Oxuduğu şeylər də nədir? İslamı layiqli yaşayan ilk dönəmlər. Peyğəmbər sallallahu aleyhi ve sellem mədrəsəsindən çıxan sahabələr, onun həyat yoldaşları və tabinlər və onların yolunda onlar kimi tabi olanlar və qiyamətə kimi. İslamı oradan götür, əsl mənbədən. Yaxşı, mənim başqa bir şübhəm var. Müsəlmanlar deyirlər ki, namaz vacibdir. Allah bir quluna ona ibadət eləməyə nətər vacib elə bilər? Cavab, Allah Teala dində bir müsəlmana bir şeyi əmr etmişsə, hər şeydən qabaq bil ki, agah ol ki, həmin əmr olunan şey həmin müsəlmanın məsləhəti üçündür, onun faydası üçündür. Lən yənələ-Allah luhumuhə və lə dimauhə və ləkin yənəluhu təqva minkum. Sizin kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha çatmaz. Sizin təqvanız Allaha çatar. Allah sizi yoxlamaq üçün əmr etdi. Görüm siz Allaha təslim olacaqsınız. Allah Teala namazı bizə əmr etdi. وَالصَّلَاتُ نُورٌ. Peyğəmbər salsam dedi ki, namaz nurdur. Həmin o nura sənin ehtiyacın var. Qəbir dünyasında, barzaq dünyasında sənə təsəlli verən bir məxluq kimi gələcək. Namazlar, zəkatlar, oruclar, həcümrələr və bütün ibadətlər. İşıq bir məxluq kimi, bir nur kimi gələcək. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu haqda bizə xəbər verir. Sən kimsən soruşanda deyəcək, mən salih əməllərəm. Rəbbim məni gözəl bir məxluq, işıq şəkildə yaratıb sənin yanına gətirdi ki, qəbir vəhşətindən səni uzaq edim. Ona görə sən bu nurun qədrini bilmirsən. Allah Teala sənə bu nurun qədrini biləsən deyə sənin məsləhətin üçün, sənin üçün namazı vacib etdi. Sənə olan rəhmətindəndir. Və sən bu namazı qılmadığına görə sənə dünyada da, ahirətdə də əzablar gözləyir. Aqibətlər gözləyir. Niyə görə? Çünki bu sənin məsləhətin üçün əmr olunmuşdu, ey nankör insan. Allah Teala'nın o namaza ehtiyacı yox idi. Onsuz da onu gecələr və gündüzlər bütün məxluqatlar könüllü və könülsüz həmd edir. Məxluqatların kölgələri belə sürünərəkdən ona səcdə edir. Günəşlə ay ona belə səcdə edir. Və bu sənin məsləhətin üçündür. Ki sən qiyamət günü
ağ üzlə gələsən. Sənin dəstəmaz yerlərinə işıq saçsın Sirat körpüsündən keçəndə. Sən barzaq dünyasında işıqlı bir məxluqla bərabər oturub təsəlli tapasan deyə Allah Teala sənə əmr etdi, vacib etdi. Bu sənin məsləhəti üçündür və Allahın o namaza ehtiyacı yox idi. Ancaq Allah Teala əmr etdiyinə görə o namaz ilk soruşulan şey olacaq. Yaxşı, mənim başqa şey maraqlandırır. Siz deyirsiniz ki, Qurandan qabaqki kitablar, Tövrət, İncil hamısı təhrif olunub. Quran isə təhrif olunmur və olmayacaq. Niyə görə? Bunu haradan belə qənaətə gəldiniz? Çünki Allah Teala bundan qabaqki kitabları qorumağa zəmanət verməmişdi. Bu bir. İkincisi, əksinə onu qorumağı insanlara həvalə eləmişdi. Qur'an-ı Kərimə gələndə isə onu qorumağı insanlara həvalə etmədi. Bir. Və onu qorumağı məhz öz boynuna götürdü. İki. İnnə nəhnu nəzzəlnə zikra və innə ləhu ləhafizun. Şübhəsiz ki, bu zikri, Qur'anı, vəhi biz nazil etdik və onu qorumaq bizə aiddir. Allah Teala vəd etdi, lə yuxlifullah mi'ad və Allahın vədini kimsə çevirə bilməz, onun vədinə kimsə müxalif ola bilməz. Beləliklə, bu kitab sonuncu dinə seçilmiş, layiqli bir kəlamdır ki, onu Allah Teala hər bir nöqsandan, təhrifdən qoruyur. Lə yətihil batilu min beyni yedeyhi və lə min xalfih, tənzilu min hakimin hamid. Ona nə sağdan, nə soldan, heç bir yandan batil gəlməz. Çünki onu izzət və həmdə layiq olan Allah göndərmişdir. Bu kitab təhrif olunmur. Yaxşı, siz deyirsiniz ki, bütün müsəlmanlar namazı ərəbcə qılmalıdır. Xeyirdir, mən istəyirəm Azərbaycanca qılmağa. Niyə görə hamı bir dildə qılmalıdır? Bunun cavabı, Allahu Teala'nın bu dində muradları, müəyyən bir məqsədləri var. Allah Teala bütün müsəlmanları bir qəlb kimi, bir insanın qəlbi kimi cəm eləmək istədi və buna nail oldu. Çünki o hər şeyə qadirdir. Neynədi? Bütün millətindən, irqindən, dilindən asılı olmayaraq onları eyni dilin ətrafında cəm etməyə vadar etdi. İmam namazda ikən Kəbənin önündə dayananda Elhamdülillahi Rabbil Aləmin deyəndə hamı bilir ki, bunun mənası nədir? Özləri ərəb olmasa, ərəb dilini bilməsələ belə. Niyə görə? Çünki Allah Teala bütün bu millətlərə, Bangladeşinə, Urdusuna, Başdosuna, Afganına, Hindusuna, bütün millətlərə namazı eyni dildə oxumağı və onu oxumağı tədəbbür edib, dərk edib, anlamağı, yaşamağı əmr etdi. Beləliklə Allah Teala onları birləşdirmiş oldu. Sonra bəs niyə ərəb dilində? Ərəb dilində, çünki Allah Teala ünsür və şovinizm qapılarını sındıraraqdan bu dillər arasında dini hansı peyğəmbərə nazil edibsə, elə onun dilində də namazı qılmağı əmr etdi. Bunu etməsəydi, hər bir qövüm ayağa qalxıb, xeyir ola, biz daha xeyirlidik deyə bilərdi. Türklər qalxardı, deyərdi ki, bizim dilimiz kimi zəngin dil yoxdur və biz yer üzərində daha çoxluq təşkil edirik. Niyə türk dilində namaz qılmayaq? Vəyət qalxardılar Monqol tatarlar, vəyət qalxardılar Çin əhli, vəyət qalxardılar Afrika əhli. Beləliklə Allah Teala ünsür qapılarını, qövmüçülük və qəbələçi qapılarını bağlayaraqdan bütün müsəlmanları Peyğəmbərin dilində namazı qılmağı əmr etdi. Yaxşı, mənə başqa bir şeylər də çatmır. Mən bəzi mollalar görəm ki, qəbirstanlıqda müştəri gözləyirlər. Kimsiz gəlib onlara para verər və onlar da ölüyə ərəbcə həyasını oxuyarlar. Ölünün buna nə əlaqəsi var? Cavab, sən fitrət üzərindəsən. Həqiqətən onların elədiyindən din arasında heç bir əlaqə yoxdur. Onların elədiyi özlərindən qoşma bir xurafat, bir dində olan bidat, yenilikdir. Allah Teala bu kitabı diri insanlara nazil etdi ki, onlar oradan dərslər və ibrətlər götürüb həyatında tətbiq etsinlər. Və Qur'an onu əməl edənlər üçün qəbirdə şəfaətçidir. Onu əməl etməyib, ondan uzaq olub, sonra da ona iman etməyəndən sonra, yora girəndən sonra həmin Qur'anın ona nə faydası ola bilər? Olsaydı, onun yalnız əleyhinə olardı. Çünki o, oradakı olan ayətlər əməl eləmədi. Yasin surəsinin mənasına baxsaq, orada cənnət ayətləri ilə bərabər cəhənnəm ayətləri xatırlanılır və cəhənnəmin lənət ayətləri vardır. Yaxşı,
Mən bir şey narahat edir. Müsəlmanın ölməsi başdan ayağa əziyyət verir insanlara. Başa düşmədim, niyə? Çünki müsəlman öləndə onun üçün o boyda çadıra qururlar, palatka qururlar. Onun üçün nə boyda pullar xərcləyirlər, ehsanlar verirlər. Nə boyda qəbri qaldırırlar ona mərmərdən. Bu hamısı puldur. Bu yazıq ölü bilsəydi ki, o nə gözləyir? Çox qəribə bir haldır. Bunu nə tər qələmə verirsiniz? Cavab, sən yenə də fitrətin üzərindəsən. Bunların heç birinin dini Muhammed sallallahu aleyhi ve sellem getirdiyi dini ilə əlaqəsi yoxdur. Bunların hamısı xurafət və dində olan yeniliklərdir. Müsəlman olanından sonra ən tez bir şəkildə torpağa bastırılmalı. Əksinə, yaz əhlinə qonşular yemək gətirib ona təsəlli verməlidir. Çünki o, böyük bir müsibətə düçar olub. Nəinki o, cəmaata yemək vermək və ölünü yaddan çıxardıb öz halına, dərdinə qalmalıdır. O, ölünün ona tərk etdiyi mirası haqq sahiblərinə, övladlarına, oğlanlarına və başqaları arasında bölməlidir. Sən yenə də fitrət üzərindəsən. Bunların heç biri İslam dini əlaqəsi yoxdur. Yaxşı, axırıncı sualım. İslam dini elmdən uzaqlaşdırır, yayındırır, yoxsa necə? Əgər bu belə olsaydı, Qur'an-ı Kərimin ilk surəsi İqra, Bismi Rabbikəl-ləzi xalaq ayəsi niyə olurdu ki? Nədir ki o ayətin mənası? Qur'an-ı Kərimdə bil və agah ol ki, ilk nazil olan surə oxu, səni ana bətnində nütfədən xalq edən Allahın adı ilə oxu. Allah Taala'nın nazil etdiyi ilk ayət elmə dəvət edir, oxumağa dəvət edir və insanı qabağa getməyə dəvət edir. Bu, müxtəsər bir mövzu, şübhələrlə dolu olan bir qardaşın suallarına olan müxtəsər cavablardır. Allahümme enfa'na bihâzel ilm və barik lana fîhə və rzuq lana ixlasan və sallallahu ala nebiyyina Muhammedin və ala alihi və sahbihi ecma'in.